Umudvar yazır ki, bizim efirə çıxan müğənnilər həci tutmağa çıxırlar. Bəli. Gör, həci titulu hansı günə qalıb ki, hansı vəziyyətə qalıb ki, bu günlərim utanmaz çıxıb efirlərdən filankəs o filankəs həciyə salamımı göndərim və ya da filankəs filan hacının saxlamasıdır deyə efirlərdən danışırlar. O hacıların haqqında bir lətifə də var. Biədəb də olsa o lətifəni mən çəkəcəyəm. Həmin bu hacılar hansı ki həccə gedib, gəlib sonradan araq da içirlər, çaxır da içirlər, kanyak da içirlər, hər şeylə məşğul olurlar. Bir qrup yığışıb saunada otururlar. Qızlar bunlara xidmət edirlər. İçərilərində bir Rus qızı olur. Bu Rus qızı gəlib bunlara xidmət edir. Görür ki, ona deyir hacı, bu buna deyir hacı, bu buna deyir hacı. Gedir orada bizimkindən soruşur, deyir ki, ay qız, bu nədir belə? Onlar hamısının adı eynidir, hamısının hacıdır. Deyir, bizim hamımızın adı fahişə deyil. Onların da adı hacıdır da. Yəni, hacı adını bu günlərin ucuz satan, şərəfini, ləyaqətini satanlar. Heç olmasa bu addan utanın. Heç olmasa Allahdan qorxun. İmanınız olsun bir balaca. Mənliyiniz olsun bir balaca. Eləməyin belə. Bundan əzələ hacı gələndə hər kəs ayağa durardı. O gün baxıram bir ağsaqqala. Hər kəs hörmət eləyərdi ki, filan kəs hacıdır. İndi yeri gəldi, gəlmədi, hamıya hacı deyir ta. Baxırsan, bütün hacıların çoxsuna əlləm-qəlləm damısı. Qeyrət Ələşbərov yazır ki, Sərdar Cəlaloğlu Həzər haqqında danışıb. Sərdar bəy Həzər haqqında danışdığını elə Qubadlıdan olan bir yazıcının əsərindən götürmüşdü onları. Deyim, bunu da biləsiniz. Dəyərli mənim izləyicim. Böhtan deyildi. Deməli, bir neçə gün öncə, dostlar, bəyənmə işarəsini vuraq zəhmət olmasa. Bəyənmə işarəsini vuraq, dostlar. Vahid Nəbiyev yazır ki, Vüqar bəy, valla insan çiğ süd əmib. Hökumətin günahı nə? Hansısa bir rəqqasə Musayeva deyir, ərim xəyanət etmişdi. Mən də qisas aldım. Axı biz Azəriyik. Bəli, özdə gör nə deyir, axı biz Azəriyik. Bu qız, bu qadın, bu əxlaqsız danışdığın qanmır. Bəli, mən bildim hansını deyirsiniz. Mən onu efirdən vermişdim. Deyir ki, mən ərimlə küstüm xəyanət elədiyinə görə. Amma sonra barışdıq. Barışandan sonra mən ərimə xəyanət elədim. Sübut elədim ki, ona bax, xəyanət belə olur. Sən elədin, mən də səni elədim. Və onun kişisi, dırnaq arası kişisi, Beqeyrət də buna göz yumdu. Beqeyrət də ona göz yumdu. Və qəbul elədi ki, mən başqasının arvadıma xəyanət eləmişəm, arvadım da mənə xəyanət. Burada heç qeyri-adi bir şey yoxdur. Və bugün Azərbaycan kişisini bura hazırlayırlar. Gələcəkdə biz Rusiya kimi dövlətə həsəd aparacağıq. Çox pisdir vəziyyət. Ali İmran Borçalıdan Vüqar bəyə sizə çoxlu salamlar. Mən də buradan salamlarımı bütün Borçalı əhlinə göndərirəm. Hər birini bağrıma basıram onları. Bizim dəyərli soydaşlarımızdılar. Allah onları var eləsin inşallah.